Azərbaycanda da sevilən avtomobil markalarını bu videoda görəcəksiniz. Zikrin robot şousuda insanlara əl eləyir. Defender dizaynı və Range Rover dizaynı son illər həddindən artıq çox sevilir. Dünyanın ilk metanol minivenidir. 7X ilə gəlin tanış edeyim. Zikrin yeni təqdim etdiyi 9X. Bəyənmədiyim nüansı az öncə təqdim olundu bu avtomobil. Əllərində metrə ilə gəlirlər. Çində Audi-ni həddindən artıq çox sevirlər. Yenə Çinlilərin barmağını görmək olur. Havalan Road modeli. Ənənəvi Defender dizaynındadır. Çinlilərdə təqdimat məsələsi çox sürətlidir. 9 modeldir. Aktiv pneumatik sistemidir. 8-ci salonun yarısı DYD-yə məxsus Toyota Prado. Sevdiyimiz avtomobil. Burada telefon tutacağı gəllərində. Ya açıldı, ya qırıldı. Neysə. Yəni iki fikirli qalır insan. 06 modeli də var. Bizim üçün yenidir. Avatarın 07 modeli. Oyuncağa oxşuyor, amma arxası tam olaraq G-Class dizaynla hazırlanır. Çanqan sevənləri nə dərəcədə sevindirəcək bilmirəm. Şanxay Avto Show'un ikinci hissəsinə xoş gəlmisiniz dostlar. Çox maraqlı videolarımız olacaq, çox maraqlı məlumatlarımız olacaq. Çinin göz bəbəyi olan avtomobilləri, həmçinin Azərbaycanda da çox sevilən avtomobil markalarını bu videoda görəcəksiniz. Odur ki, başladıq. Sərgi zalına girərkən bizi Çinin ən böyük iki markası qarşılayır. Biri Geely'nin yeni logosudur bu. Elektrikli avtomobillərlə bağlı olan logosu. İkincisi isə Azərbaycanda kifayət qədər çox sevilən avtomobil markası olan Li avtomobillərdir, yəni Li Xiang. Burada Li Xiang'ın müxtəlif modelləri var. L8, L9, L7, L6. Yəni bütün modellərini burada rahat görmək olur. Avtomobillerin salonu, tarz dizaynı və s. bir çox hissələri ilə bağlı artıq siz tanırsınız. Bagajını göstərin, 3 yerlidir təbii ki. Arxa oturacaqlar yatdıqda, yəni 3-cü sıra oturacaqlar yatdıqda kifayət qədər geniş bagaj əmələ gəlir. Həmçinin tuning olunmuş versiyada bir L6 modeli var. Tuning deməyəm, sadəcə olaraq müxtəlif aksesuarlar quraşdırılıb. Velosipedlər var üstündə və müxtəlif tutacaqlar var. Bu L6 modeli idi. Demək olar bütün modelləri hamısı bir-birinə oxşur, eyni dizayndadılar. Sadəcə olaraq ölçüləri və müxtəlif komplektasiyaları fərqlənir. Burada isə Li Xiang'ın Mega modelidir. Mega modelində isə bir minivendir. Yəni Li Xiang'ın artıq bütün avtomobil modellərini Azərbaycanda biz görmüşük. Hətta Azərbaycanda artıq rəsmi olaraq Li Avto Azərbaycan fəaliyyətə başladı. Yəni bu avtomobillərin hər birini tam rəsmi şəkildə Li Avto Azərbaycandan, Li Xiang Azərbaycandan əldə edə bilərsiniz. Qarşı tərəfdə Geely var. Gəlin keçək Geely'yə. Geely öz tərkibində nəhəng markaları, nəhəng modelləri birləşdirir və çox maraqlı avtomobillər istehsal eləyir. Buna görə onların avtomobilləri ilə bağlı da məlumat verim. Geely'nin yeni logosu elektrikli avtomobilləri üçün dizayn etdiyi yeni logodur. Çox nəhəng bir stendi var. Bu hissədə elektrikli modellər yer alır. Həmçinin plug-in hibrid, elektrik və s. bir formada desək. Digər hissədə isə daxili yanma mühərrik avtomobilləridir. Çox maraqlı avtomobilləri var. Yeni Galaxy seriyası ilə olan avtomobilləri üçün baxın bu formada maraqlı bir dizaynı var. i8 belə maraqlı bir arxitekturanı insanlara təqdim edir. Plug-in hibrid, yəni EREV avtomobildir. Həm yanacaq çəni var, həm batareya texnologiyası var. Avtomobil kifayət qədər ciddi bir məsafə gedir və bu platformada olan Geely modelləri təxmini olaraq 1000 kilometrdən yuxarı məsafə gedir. Bu da həmçinin batareyalar və yanacaq çəninin hesabınadır. Yəni bu avtomobillərin hər biri EREV avtomobillərdir. Avtomobilin mühərrik anası da bu formada 1.5 turbo mühərriklə təchiz olunmuş bir avtomobildir. Geely'nin Galaxy Park ailəsindən olan daha bir model var burada. SUV model. Diqqət edirsinizsə, logosu da Geely'nin Galaxy Park ailəsindən olan logodur. Yəni plug-in bir avtomobildir. Ön dizaynına baxsa, aşağıda off-road işıqları, yuxarıda faraları isə Defender faralarına oxşasa da içərisində üçlü formada bir gün işıqları var. Baxın işıqların yanmasına. Son illər ümumiyyətlə ikili dizayn, Defender dizaynı və Range Rover dizaynı son illər həddindən artıq çox sevilir dünyada. Ona görə avtomobillər ikili dizayn formada hazırlanır. Arxa stopları da göstərin və arxa dizayn da bu formada. Eyni ilə Galaxy Park logosu arxada da var və stoplar da formada yanır. Defender dizaynı bir modeldir. Geely'nin daha bir Galaxy Park ailəsindən olan EMI modelidir. Bir növ Audi'nin Q8 seriyasına, Q6 seriyasına oxşuyor. Ancaq ön hissədən
tam fərqli bir dizaynda fikir verirsinizsə, Geely modelləri həddindən artıq çoxdur, çünki Çində də kifayət qədər çox sevilən avtomobillərdir. Ona görə Geely'nin də alt brendləri, sub brendləri həddindən artıq çox olduğuna görə bütün hər yerdə öz modellərini belə deyək təqdim eləyir. Qarşımızda isə Geely'nin daha bir stendi var. Burada isə daxili yanma mühərrik avtomobillərini, onların arxitekturasını, baxın qarşımızda görürsünüz, arxitekturası var və ən maraqlısı isə yük avtomobillərini təqdim eləyir. Baxın, bu yük avtomobilinin alt hissəsidir, şassi hissəsidir. Bu isə yük avtomobilinin mühərrikidir. Çox nəhəng bir mühərrikdir. 420 kW-lıq bir gücə sahibdir. Burada Geely'yə məxsus nəhəng belə bir yük maşını görmək olur. Yük maşını elektrik və metanoldur. 800 litrlik bir metanol çəni var. Dünyada ilk belə bir yük maşınıdır. Həmçinin kiçik belə bir vanda var. Eyni ilə bu vanda minivandır belə desək. Minivan də metanolla təchiz olunub və qeyd olunana əsasən dünyanın ilk metanol minivanidir bu da. Bu iki avtomobil dünyada ilklərə imza atıb. Maraqlı Zikr modelləri var. 009 modeli artıq çoxlarımız bu avtomobili çox yaxşı tanıyırıq. Və Çində də çox rahat şəkildə bütün küçələrdə görmək mümkündür. Burada Zikrın 7X modeli var, artıq Azərbaycanda da var və həmçinin qlobal bazara da satışa çıxıb artıq 7X modeli. Zikrın robot şousu da insanlara əl eləyir. Çin bu işi bilir də. 7X ilə gəlin tanış edeyim sizi. Ancaq hansı 7X ilə bilmirəm, çünki dəhşətli dərəcədə çox insan var. Kifayət qədər ciddi şəkildə maraq var Zikr'a. Həddindən artıq çox insan avtomobilə baxmaq istəyir. Güzgülər formada, kameralar. Bunlar artıq yalnız 360 dərəcə kamera deyil, həmçinin belə deyək, nəzarət kameralardır. Salon 2 rəngli formadadır. Burada tək rəng salondur. Oturacaqlar isə isitmə və soyutmalı belə bir oturacaqlardır. İnterfeysi həddindən artıq sürətli işləyir. Həmçinin daxili bazarına sistemi ilə uyğunlaşdığına görə də bütün sistemlər aktiv vəziyyətdə gəlir. Master account açmağa, nə bilim, ondan sonra update eləməyə və s. heç birinə ehtiyac yoxdur təbii ki. Onlar öz daxili sistemlərinə uyğun hazırlayıblar. Mən sizə çox möhtəşəm bir avtomobili göstərmək istəyirəm. Zikrın yeni təqdim etdiyi 9X modelidir. Bir növ Kulinana oxşar bir avtomobildir. Çox üst segmentli, nəhəng bir avtomobildir. Bəlkə də videodan o qədər də görünmür, ancaq ultra lüks bir avtomobil sayılır model. Stoplara fikir versəz, yanması çox möhtəşəmdir. Avtomobilin çox möhtəşəm bir görüntüsü var. Ön hissəsini də göstərim mən sizə. Ön faralarda da həmçinin lüks hissələri görmək olur. İnanılmaz möhtəşəm bir avtomobildir. Burada isə Zikr 007 modelləri var. Həmçinin qarşıda Zikr X modeli də yer alıb. Və bu tuning olunmuş sport versiyadır, performans versiyadır. Karbon işləmələri görə bilirsiniz burada. Çox maraqlı hazırlanıb bu. Bəyənmədiyim nüansı odur ki, avtomobildə Xpeng G6-da olduğu kimi yuxarı hissədə stop işıqları olmasına baxmayaraq tormuz verdikdə aşağı hissədə işıqlar yanır. Yəni yuxarıda stoplar yerləşdirilib də niyə tormuz verəndə aşağıdakı işıqlar yanır, mənə tam olaraq o çatmır. Yuxarı hissədəki işıqlar, yəni bu böyük işıqlar, baxın buradan göstərim mən sizə. Həmin işıqlar sadəcə olaraq avtomobilin axşam vaxtı işıqları yandıqda olan bir işıqlandırma sistemidir. Aşağıda yer alan işıqlar isə artıq tormuz işıqlarıdır. Həmçinin Zikr yazısının üzərində də tormuzun təkrarlayıcısı yer alır. DJ musiqisinin sədaları altında bir Linko. Linko stendində həddindən artıq çox insan var. İnanılmaz dərəcədə insan axımı var burada. Ümumiyyətlə, dünya bazarında deyəcək, kifayət qədər çox öz yerini tutmuş markadır. Həm Avropada da istənilən qədər rahat şəkildə görə bilərsiniz bu modelləri. Həm Çin bazarında da, Azərbaycanda da kifayət qədər satılır. Lincoln'un yeni 900 modelidir. Elə az öncə təqdim olundu bu avtomobil. Gəlin mən sizə göstərim. Ön hissədə belə bir proyeksiya var. Monitor şəklində.
çox maraqlı görünür. Bəziləri sevir, bəziləri sevmir. Həm Zeekr dizaynı ilə eynidir, alt brenddir. Yəni bunlar hər biri Geely'nin alt brendləri olduğuna görə bir-birlərinə oxşamaları normaldır. Avtomobilin düymələrini mən sizə göstərim. Salon hissə 3 sıralı oturacaqlar da bu formada bir bagaj yeri mövcuddur. Avtomobil az öncə təqdimatı oldu. Burada da bir başqa 900 modelini görə bilərik. Ənənəvi Linko dizaynını özündə saxlayıb təbii ki. Linko'nun 03 Plus modeli belə bir sedandır və sport stilində dizayn edilib. Karbon spoilerdir. Bu disklər daha maraqlı görünür məncə. Böyük ehtimalla 1.5 mühərrik olacaq. Və görürsünüz, belə bir stabilizerdə quraşdırılıb avtomobilə. Deməli, avtomobil sırf olaraq tuning versiyada hazırlanıb. Avtomobilin oturacaqlarına baxsaq, xüsusi oturacaqlardır hər biri. Möhtəşəm. Alikantar. Burada da Alikantar. Sükan belə Alikantarlandır. Və arxa hissəsini də göstərim sizə. Sırf sport üçün hazırlanmış Linko 03 Plus modeli. Mazda'nın stendindəyik dostlar. Gəlin mən sizə yeni nəsil Mazdaları göstərim. Easy 60, Easy 6, elektrik, plug-in hibrid və s. hər şey var burada. Paraları bu hissədə yerləşdirilib. Yəni bu avtomobillər artıq Mazda'nın Çinin daxili bazarı üçün istehsal etdiyi modellərdir. Əllərində metrə ilə, ölçümlərlə və s. ilə gəlirlər, ölçürlər də. Yəni o dərəcədədir. Hamısı istehsalçılardır. Aha, qapıda Easy 60-ın qapısında baxın belə bir monitor var. Çünki güzgü yoxdur, kameradır. Arxa hissəsini göstərim. Bu sırf Çinin daxili bazarı üçün olan modeldir. Həmçinin Easy 6. Əslində Easy 6 qlobal model olaraq istehsal olunmalı idi. Amma hazırda yalnız Çinin daxili bazarı üçün istehsal olunur. Başqa model yoxdur. Elə 2 model təqdim olunur. Easy 6 və Easy 60 hər iki model Çində Çanqanla birlikdə istehsal olunan avtomobillərdir. Burada maraq deyəsən azdır bu avtomobil, ona görə heç kim yoxdur. Fikir verin, bu hissələrə yumşaqdır, həmçinin Alikantar üzdəmələrdir və səs sistemini də eyni rəngdə hazırlayıblar ki, fərqlənməsin. Salon isə çox maraqlıdır, oturacaqlar da həmçinin Alikantarla işlənilib və sükanı da 2 rəngli formadadır və interfeys də Çin dilindədir. Təbii ki, daxili bazar olduğuna görə. Audi'nin həmçinin digər hissədə belə bir nəhəng stendi də mövcuddur. 2 yerə ayrılıb. Daxili yanma mühərrik avtomobillərini burada sərgiləyir. Yalnız bir elektromobilini isə digər tərəfdə sərgiləyir. RS6, RS7, A6 Long. Ümumiyyətlə sizə onu deyim ki, Çində Audi-ni həddindən artıq çox sevirlər. Kifayət qədər çox sevilən avtomobillər siyahısındadır. Küçələrdə də çox rahat şəkildə Audi modellərini görmək olur. Köhnə modellər olsun, yeni modellər olsun fərq etmir. Bütün Audi modellərini çox rahat görmək olur. Burada maraqlı belə A5 Long gördüm. İstədim sizlər üçün çəkim. SN paketdir. Çox maraqlı dizaynı var. Salon sadəcə olaraq yenə Çinlilərin barmağını görmək olur. Çinlilərin barmağı olmalıdır da mütləq şəkildə. Baxın belə bir ənənəvi dizaynı saxlayır bu avtomobil. Növbəti hissəyə keçid elədik. Bu hissədə çox maraqlı avtomobillər var. Bentley'nin burada stendi var. Mansory Edition avtomobillər hər biri buradadır. Kulinan var, V-Class'lar var. Həmçinin arxada G-Class var. Yəni Kulinanı göstərim. Çox maraqlı formada hazırlanıb, tuning olunub. Burada başqa bir Mansory Edition V-Class var. Çox möhtəşəmdir. Bu Carbon Edition'dır və G-Class var burada. Mini Cooper, Mini'nin möhtəşəm bir stendi var. Kifayət qədər çox insan var. Sadəcə Çinlilər belə kiçik maşınları sevsələr də Avropa stilində hazırlanmış bir avtomobildir təbii ki. Ona görə daha çox Avropada sevilən bir avtomobildir. Azərbaycanda da kifayət qədər az sevilir. Çox sevilmir. Az sevilir mini avtomobilləri. Çünki müəyyən qədər mühərrik və ehtiyat hissələri cəhətdən, usta cəhətdən insanları çox qorxutdu. Misal üçün Mini Aceman bu elektrikli, tam elektrikli bir modelidir və Mini'nin yeni salon dizaynı mənim çox xoşum gəlir. Yeni displeyi çox gözəldir. Orta hissədə yumru formada hazırlanmış bir dizayndır.
Aceman S modeli və burada Mini'nin başqa modelləri də var. Həmçinin yuxarı hissədə görürsünüz qədim bir Mini avtomobili də yer alıb. Ümumiyyətlə Lotus dünyada sevilən markalardan biridir. Sadəcə olaraq Eletre mənim çox sevdiyim model. Sadəcə olaraq müəyyən qədəri, belə deyək, Lotus modelləri öz dövrünün, bilmirəm, gecikməsi oldu, yoxsa nə oldusa, illərdir Azərbaycanda kifayət qədər özünə yer eləyə bilən Haval brendi. Havalın bütün modellərini artıq Azərbaycanda görə bilirik. H6 bizim sevimli H6'mız. Burada yeni Havalın SUV modeli, offroad modeli. Maraqlı diskləri var. Həmçinin ümumi gövdədə artıq ənənəvi Defender dizaynındadır. Haval H5 çox nəhəng bir avtomobil üzərində aksesuarları da yer alır. Havalın gəlin yeni təqdim olunan modellərinə baxaq. Çinlilərin tez bazar təqdim eləmək məsələləri olmuyor da. 2 dənə qırdala qabağa getdi, vəsə. Ümumiyyətlə Çinlilərdə təqdimat məsələsi çox sürətlidir. Tez bazar təqdim elədi, getdi və salam. Maksimum 30 saniyə. Hazırda təqdimat gedir və 7 dənə avtomobili birdən təqdim eləyirlər, təsəvvür eləyin. Və insanlar hər biri yığılışıb. Halbuki orada təqdim olunan avtomobillər burada da yer alıb. Ancaq insanlar təqdimata yenə də maraqlıdırlar. Baxın, bu avtomobil yeni təqdim olunur hazırda içəridə. Burada miniveni var. Yəni, dizaynını göstərim sizə. Maraqlıdır. Way. Ümumi olaraq GVM-a böyük ehtimal ki aiddir. Ona görə bunlar artıq başqa markalardır. Way modelidir. Way markasıdır daha doğrusu. Bunlar isə Ora modelləridir. Ora GT. Hər biri elektrikdir. GT və Carbon Edition'dan buradan görmək olur. Avtomobili və rəngi də mat rəngi. Azərbaycanda var artıq Ora. Burada da Ora'nın başqa modellərini görmək olur. Həmçinin bu modeli də artıq bir neçə ədəd satılıb Azərbaycanda yollarda görmək olur. Xatırlayırsınız yəqin ki, bu da Ora modelidir. Beetle-a oxşuyur bir növ. Beetle-dan yəqin ki dizaynı götürülüb. Disklər, ön fənərlər, həmçinin arxa dizaynına da baxaq. Hamısı Great Wall Motors'un, belə deyək, subbrendləridir. Siz bir dənə bu izdihama baxın. Bu izdiham hamısı NIO üçündür. Şanxayda olduğumuz müddətdə bəlkə də ilk yerdədir ki, NIO hər saniyə, heç dəqiqə də demirəm, hər saniyə insanların qarşısına çıxır. Çox ciddi şəkildə satışı olan bir modeldir. Çinlilər həddindən artıq çox sevir bu avtomobili, bu modeli. Baxın, IT5T üzərində Tool'un bagajı, əlavə portativ bagajı yer alır. Çox maraqlı, vaqon stilində hazırlanmış maraqlı bir avtomobildir. Çox sevirəm bu NIO modellərini. Baxın, bagajına. Böyük bir bagajı var. Salonu çox müasir, çox maraqlı və minimalist bir salonu var. İngilis dilindədir, həm də Çin dilindədir bu avtomobil və salon rəngini də görsəz, maraqlı bir salon rəngi var. Oturacaqlarına da diqqət eləsəz, ikili oturacaqlardır, yanlarda parçalar. Orta hissə isə nappa bu formada. Bir SUV tərzində hazırlanmış bir modeldir və daha sportivdir, çünki arxa hissəsi fastbackdir və açılan spoileri də var arxada. Amsterdamda mən bu avtomobillə tanış olmuşdum, çox bəyənmişdim həddindən artıq. Geniş salonu olan və maraqlı funksionallıqları olan minimalist bir avtomobildir. IT9 modelidir. Çox maraqlı bir rəngi var. Mən çox bəyəndim bu rəngi. Tam elektrikli 100 kW'lıq bir bataryaya sahib fastback bir avtomobildir. Burada da fikir verirsə, açılan spoiler. Burada nümayiş olunan 2.9 modeldir. Fikir verirsə, pneumatik askı sistemi, aktiv pneumatik askı sistemidir. Çox sürətli bir hərəkət eləyir. Möhtəşəm bir askı sistemi var. Və bu hissədə də NIO'nun həm mühərriki, həm də askı sistemləri haqqında belə desək, hissələrini ayırıb yerləşdiriblər ki, insanlar detallı, rahat şəkildə baxa bilsinlər. Və bütün dünyanın gözünün nuru kimi sayılan Çinli marka BYD. BYD'nin stendində gözlədiyimdən az insan var. Təbii ki, yerli istehsalçılar burada kopyalama işini davam edirlər. BYD-nin həm DMI platformasında, həm də Super E platformada
yer alan avtomobillərdir. Burada yeni modelləri var. Bunlar əslində model yox, konseptlər. Bu böyük ehtimalla Xan modelinə alternativ olaraq gətiriləcək bir modeldir. Bu isə BYD-nin SUV yeni modeli olacaq. Dynasty D. Bu formada bir avtomobildir. Çox nəhəngdir, həddindən artıq nəhəngdir. Bir konsept avtomobildir bu. Çox maraqlı bir tuning olunmuş BYD modeli var. Maraqlı bir dizaynı var avtomobilin. Alov şəklində. Bunlar hər biri karbon olmalıdır, səhv eləmirəmsə. Formada hazırlanıb. Bu isə BYD-nin minivenidir. Mühərrik və s. olmadığına görə aşağı hissədə 3-cü cərgə açılmağına baxmayaraq çox geniş bir bagaj var. Alt hissəni də nəzərə alıblar ki, insanlar öz çamadanlarını rahat yerləşdirə bilsinlər. Çünki biznes klass bir avtomobildir, minivendir. Ona görə bunların hər biri nəzərə alınmalıdır və minimalist bir salon. Təbii ki, BYD-nin bununla stendi bitmir. Çünki 8-ci salonun yarısı BYD-yə məxsusdur. Gəlin mən göstərim. BYD-nin öz loqosunu burada görə bilərik. Alt brendlərinin loqolarını da digər hissələrdə görə bilərik. Bu koridor tam olaraq axıra qədər BYD-yə məxsusdur və həm elektrik modelləri, həm də daxili yanma mühərrik və plug-in modelləri yer alıb. Bu isə BYD-nin off-road modelləri, SUV modelləri üçün ayrılmış yerdir və off-road modelləri, yəni BYD-nin SUV modelləri bu formada loqo ilə təchiz olunur. 75 dərəcəlik bir hündürlüklə avtomobil saxlanılıb və tam olaraq möhkəm şəkildə dayanır. Təbii ki də dayanmalıdır da, çünki bu avtomobil BYD-dir. BYD-nin texnologiyası hamıya bəllidir. İstər arxitektur cəhətdən olsun, istər elektroniki cəhətdən olsun, istər dizayn cəhətdən olsun, hamıya bəllidir. Çünki bu avtomobillər həqiqətən çox ciddi illərdir ki, üzərində işləməklə hazırlanmış modellərdir. Baxın salonuna. Off-road stildə hazırlansa da minimalistlik qoruyur. Çünki minimalistlik hər zaman qalib gəlir. Ona görə minimalist dizaynı BYD hər zaman qoruyur. Bu hissə isə xüsusi loqo ilə ayrılmış bu hissə BYD-nin ultra lüks modellərinin yer aldığı bir avtomobillərdir. U8 artıq Azərbaycanda var, amma bu xüsusi seriyadır. Yəni ön hissədən göstərim sizə. Və karbon işləmələrlə hazırlanıb avtomobil. Xüsusi seriyadır və tuning olunmuş versiyadır. U9-u yəqin ki, bir çoxlarınız tanıyırsınız, yaxından göstərim sizə. Yəqin ki, bu avtomobil bir müddət öncə bir video paylaşmışlar bu avtomobil haqqında ki, böyük bir çuxurdan hoplana bilir maşın. Dizayn olaraq formada göstərim. Karbon işləmələrlə hazırlanıb avtomobil və bütün hissələri, əsas detalları karbon işləmələrlə hazırlanıb. Yüngül materiallardan. Bu da BYD-nin U7 modelidir. U9 modeli dizaynında hazırlanıb. Lüks bir sedandır, 4 qapılıdır. Bunlar da ki, elə bil heç görməyiblər. Bir imkan verin, biz də baxaq da. 9 saatlıq yol gəlmişik. Maraqlı bir salonu var avtomobilin. 4 qapılıdır. Hesab eləyin ki, U9-un daha geniş bir versiyasıdır. Arxa oturacaqlar da fikir verirsinizsə C sütunundan geridədir və arxa rahatlığı üçün bu formada hazırlayıblar. Toyota və Lexusun burada stendi var. Toyota Prado, sevdiyimiz avtomobil, RAV4 həmçinin. Prado'nun detallı bir icmalı var mənim səhifəmdə. İstəyənlər baxa bilər. Hətta Gürcüstanda onu test eləmişdik. Ancaq mən istəyirəm ki, biraz da qabağa gedək. Bizi 3X son günlər dünyanı əməllicə öz qiymətinə görə sirkələyib. Çünki təxmin olaraq 22.000 dollardan başlayan qiymətlə təklif olunur. Həmin avtomobil, baxın, bu avtomobildir. Bir SUV 22.000 dollardan təklif olunur. Kifayət qədər ciddi şəkildə, yəni dünyanı sirkələyib bu avtomobil. Salonunu göstərim mən sizə. Maraqlı bir salonu var. Rəngləri görə bilərsiniz burada. Oturacaqları süni dəridir, amma ciddi, yəni keyfiyyətini hiss etmək olur. Burada telefon tutacağı gəlir üzərində. Bunu özünüz istədiyinizdə çıxarıb taxa bilirsiniz. Ya açıldı, ya qırıldı. İkisindən biri. Nəysə. Sürücü üçün alətlər paneli var burada. Həmçinin mərkəzi displeydir. Böyük bir mərkəzi displey var. Avtomobil haqqında məlumatları görmək olur. 65 kW-lıq səhv eləmirəmsə, LFP batareya ilə təchiz olunub. Hazırda 60% var. 363 km getdiyini göstərir, amma 65 kW-lıq bir LFP batareyası olan avtomobilin təxminən 700 km yaxın məsafə getməsi qeyri-mümkündür. Bu MagSafe üçündür. Gəlin
Biz öz telefonumuzu yoxlayaq orada. Bu formada dayanır. Birbaşa olaraq dayanır. Yəni bu formadadır. Aşağı hissədə burada qoxu verəndir. Həm qoxu verən yerləşdirilib, Type-C çıxışlar. Arxa hissəsini göstərim mən sizə. Arxa hissəsində də belə aksesuarlar var. Arxada əyləşən sərnişinlər üçün, həmçinin oturacaqlar da bu formada. Və arxa dizayn bu formadadır. Ortada bir kamera var. Amma güzgü monitorlu deyil idi. Mərkəzi güzgü monitorlu deyil idi. Kamera yəqin geriyə hərəkət kamerasıdır. Bagaj bu formadadır. Təxmini olaraq 470 litrə yaxın bir bagaj həcmi var. Oturacaqlar açılır. Oturacaqlar açıldıqdan sonra da 1200-1300 təxmini litrlik bir bagaj həcmi olur. Arxa oturacaqlar tənzimlənə biləndir. Baxın bu formada hissələr var burada. Və oturacaq biraz da arxaya gələ bilir. Tam elektrikdir təbii ki. GBT şarj portu ilə də yalnız Çin daxili bazardır. Qanadlarda da kameralar var. Arxa hissəsinə baxın bu formada kamp aksesuarları yerləşdiriblər. Burada xüsusi maqnetik bir şey var. Bununla bağlayaraq rahat şəkildə, yəni çadırı yeri açmaq olur. Mənə elə gəlir ki, bunu başqa avtomobillərdə də istifadə etmək olar. Bunu maraqlanacağam. Mənə də maraqlı gəldi. Və bu Bizi 3X-in belə desək full versiyasıdır. Lidar sensorlarındandır. Hazırda sərgi modundadır. İşıqları müxtəlif formada rəqs eləyir bir növ belə desək. Full LED faralardır. Lidar sensorda mövcuddur bu avtomobildə. Toyota'nın başqa Bizi modelləri də var. Bu Bizi 4X-dir, Bizi 3-dür. Mənə ən maraqlı gələn isə bu Bizi 5 modeli oldu. Çox maraqlı bir tuning versiyasında hazırlanıb bu avtomobil. Salonuna baxın. Offroad stilində hazırlanıb və arxasını da bu formada çadırlar, həmçinin yastıqlar kimi düzəldiblər. İşıq da yerləşdiriblər hətta. Bu isə Citigo tuningidir. Eyni ilə Bizi 5-dir. Citigo tuningi ilə hazırlanıb. Qıraqlarda fender kameraları görmək olur. Maraqlı belə bir tuning versiyasında hazırlanmış bir avtomobildir. Salonunu da göstərim sizə. Və burada da GBT şarj portlarını görmək olur. Bura Mercedes-in böyük bir ərazisidir, görə içəriyə daxil ola biləcəyimi. Çünki həddindən çox insan kütləsi var və Mercedes-ə həddindən çox maraq var burada. Maraqlı modelləri var. Bu arada bir neçə gün öncə Mercedes-in təqdim etdiyi yeni minivan, tam elektrikli minivan. Görək burada təqdim eləyirlərmi? Tapdım dostlar bu miniveni. Möhtəşəm bir dizaynı var. Düzdür, ənənələrə sadiq qalınmayıb, artıq tamamilə dəyişib. Mercedes-in Vision V modeli. Oturacaqları görə bilərsiniz, hərəkət eləyir və çox qəribə bir dizaynda oturacaqlar var. Ənənəvi Mercedes dizaynından demək olar ki, heç nə qalmayıb. Burada yalnız diskləri, Maybach disklərinə oxşuyur və fikir verirsinizsə LED işıqlar var həmin disklərdə. Həmçinin ön faralarda da fikir verirsiniz qəribə belə bir adına uyğun olaraq, Vision adına uyğun olaraq bir dizayndadır. Ön hissədən də gəlin buradan baxaq. Radiator barmaqlığı tamamilə LED formadadır. Həmçinin salon hissəyə də baxdığımızda buradan gördüyüm qədərilə salon hissədə də qeyri-adi bir dizayn hazırlayıblar. Bir konsept avtomobildir, ancaq gələcəyində kiçik bir düzəlişlər edilərək hansısa bir formaya salınacaq. Yenə də ənənəvi Mercedes dizaynından əsər əlamət qalmadığına görə, yəni iki fikirli qalır insan. Bilmir, yaxşıdır yoxsa pisdir. Burada Mercedes-in AMG bölməsi var və bütün AMG avtomobillər hər biri burada nümayiş olunur. İnsan kütləsi o qədər çoxdur ki, avtomobilləri göstərmək olmur. Və GT50 modeli, Mercedes-in AMG və növbəyə düzülüb insanlar avtomobilin salonunda əyləşmək üçün. Bu mərtəbə mən deyərdim ki, Azərbaycan bazarına hədəflənmiş bir mərtəbədir. Çünki mərtəbədə ümumilikdə Azərbaycan bazarında hansı avtomobillər satılırsa, onların hər biri cəmlənib. Misal üçün, burada Avatarı biz görə bilirik. Qarşı tərəfdə Smart'ı çıxmaq şərti ilə Changan, Chery və Chery'nin sub-brendləri, həmçinin Changan'ın da sub-brendləri hamısı Changan stendində yer alıb. Gəlin Avatardan başlayaq. Burada 06 modeli də var. Bu model bizim üçün yenidir, amma digər modellərə də təbii ki oxşuyur. Burada bir kiçik monitor, fastback formasında bir dizayn, arxa hissəyə bir fikir verə bilirsiniz. Çox da geniş olmayan bir bagajı var, amma fastback bir avtomobil üçün
maraqlı bir dizayndır. Arxa hissəsini tam olaraq mən sizə göstərim. Baxın bu formada. Desə xüsusi dizayn olunmuş iki rəngli kombinasiyalı bir avatar var. Fikir verirsə həm boz rəngdə, həm də qara rəngdə. Salon isə oturacaqlar qırmızı rəngdə bir oturacaqlardır. Avatarın 07 modeli. Üst hissəsinə baxsaq, burada offroad stilində tuning olunmuş işıqlar, Tool şirkətinə məxsus yuxarı hissədə duqalar və bagajları görmək olar. Avatarın 11 modelinə oxşuyur. 07 modeli və belə bir SUV modelidir. Arxa hissəsini mən rahat göstərmək istəyirəm sizə. Baxın bu formada da arxası. 11 modelindən daha genişdir və daha böyükdür. Bu hissədə isə Changan və Chery hər bir stenddə markalar öz sub-brendlərini öz stendlərində birləşdirib. Misal üçün, Chery'də Chery'nin özüdür. Daha sonra Exit və Maxit adlı sub-brendləri var. Exit Premium Chery sayılır, belə desək. Bu Luxiddir. Premium sedan. Şanxayda ümumiyyətlə həddindən artıq çox görmək olur bu modeli. R7 və S7 modellərini gəlin mən sizə göstərim. Salon hissəyə baxın. İnsanlar o qədər çoxdur ki, o qədər çox maraq var ki, mən sizə tam detallı göstərə bilmirəm avtomobilləri. Arxa hissəsi Porsche arxa dizaynına bənzəyir. Görün, buradan mən sizə salonunu göstərə bilsəm. Salon hissəsi bu formadadır. Çox maraqlı rəngdə bir oturacaqları var. Həmçinin bu hissədə cibli idi. Aşağı hissədə cibli yoxdur artıq. Düymələr də bu formada yer alır. R7 modeli. Yəni Porsche-yə oxşuyur, stoplar həddindən artıq oxşuyur. Bagaj həcmi çox böyükdür. Burada isə Chery'nin müxtəlif modellərini görmək olur. Həmçinin Full Win modelləri də burada yer alır. Azərbaycan bazarında düzdür, o qədər də tanınmasa da bu avtomobil, ancaq bir müddət səhv eləmirəmsə Full Win modelləri satıldı Azərbaycan bazarında. Burada da SUV-ləri var. Burada isə Azərbaycan bazarında elə də ciddi tanınmasa da Chery'nin Premium segment Exit markasıdır. Hazırda təqdimat gedir. Hazırda Exit'də təqdimat getdiyinə görə mən sizə avtomobilləri dəqiq göstərə bilmədim. Birazdan əgər imkan olsa, onları göstərəcəm. Bu isə iCar adlı bir off-road avtomobillərinin istehsal edən markadır. Belə maraqlı off-road tipində avtomobillər istehsal eləyir. Bir növ Suzuki'nin Jimny formasında, həmçinin Jeep formasında. Baxın avtomobilə, çox maraqlı dizaynda, oyuncağa oxşuyur, amma off-road bir avtomobildir. Arxası tam olaraq bir G-Class dizaynında hazırlanıb və Born to Play. Baxın, belə bir avtomobildir. Həmçinin pick-up'ı da var bu avtomobilin. Eyni G-Class tərzi hazırlanmış bir avtomobildir. Həmçinin burada G-Class'dan əlavə Jeep də var. Jeep'dən əlavə Toyota da var. Demək olar ki, bütün dizaynların qarışıq olan bir modeldir. Və Azərbaycan bazarında son dönəmlərin ən çox satılan Çinli avtomobili Changan və onun, belə desək, sub-brendləri. Unive hər kəsin tanıdığı, detallı göstərməyəcəm, çox yaxşı tanıyırsınız. CS75 ölməyib, CS75 hələ istehsal olunur. Azərbaycan bazarında da kifayət qədər çox satıldı vaxtı ikən. İndi dəqiq yadımda deyil, gəlir yoxsa yox. Həmçinin CS55 də kifayət qədər çox alınan modellərdəndir. Baxın, Kuyanlar A07. Ön hissədə belə bir monitor yerləşdirilir. Nə qədəri uyğun bir, belə deyək, funksionallıqdır mən bilmirəm. Çünki hər hansı bir kiçik qəzada, daş sıçramasında və s. problem ola bilər. Arxa bagajı bu formadadır. Bir növ yarı pick-up formasında bir avtomobildir. Cybertruck formasında hazırlanıb, belə desək. Arxa stoplar bu formada və bagaj da həmçinin və şüşə ilə ayrılır. Və üst tərəfi şüşə ilə bağlanır. Fikir verirsə, şüşə tam olaraq gəlir aşağıya. Bagaj tamamilə örtülür. İndi örtülməsini mən çəkim sizə. Avtomatik örtülən bagaj. Və salon hissəni göstərmək istəyirəm sizə. Mərkəzi displey sağa və sola hərəkət edə bilir. Həmçinin bu hissədə bir head-up displeyi də var. Minimalist bir salondur. Və ön hissədə də çox böyük bir bagaj mövcuddur. 207, eyni ilə minimalist bir salon, head-up displey və ön hissəni göstərim sizə.
yenə də ənənəvi dizayn artıq belə desək bir Lisyang dizaynı, Range Rover dizaynı davam eləyir və belə bir pikap var burada. Baxın, arxasının tam bağlı olduğu vəziyyəti bu formadadır. Bir pikap üçün bu şüşənin nə dərəcədə təhlükəsiz olduğu bagaj hissədə o biraz sual altındadır və həmçinin minimalist bir salonu var. Çanqan sürənlərin çoxu Tesla salonunu bəyənmir. Burada ancaq Çanqanın sub-brendləri hər biri minimalist salonla avtomobil istehsal edirlər. Çanqan sevənləri nə dərəcədə sevindirəcək, bilmirəm. Böyük bir stenddə IM avtomobilləri yer alır. Azərbaycan bazarında da IM markası mövcuddur. Burada L6, LS6 bir çox modellər var. Maraqlı modeldir. Premium segment bir avtomobil almaq istəyənlər üçün çox gözəl modeldir. Salonu bu formada minimalist bir salondur. Bir növ Porsche dizaynına bənzər. Mərkəzi displey mövcuddur. Çox möhtəşəm bir rəngidir. Həqiqətən yeni, yəqin ki, təqdim olunub bu rəngi. Arxa hissəsini göstərim mən sizə. Arxa hissəsində maraqlı belə bir animasiyalı çıxara biləcəyiniz monitor var. Bir növ arxa hissəsi Astona oxşuyur. Baxın, burada da LS6. Volkswagen-i çəkmişəm, mənə elə gəlir ki, əlavə çəkməyə ehtiyac yoxdur. Yəni bu hissə Saikındır, digər hissə isə FAV zavodunun Volkswagen-idir. Yəni Çinin daxilində belə bu brend, bir marka, iki fərqli zavod üçün fərqli istehsallar deməkdir. Yəni çox belə qəribə bir situasiyadır. MG var burada, Roev markası var. Roev markası biz Çinə gələndən kifayət qədər çox gördüyümüz avtomobil bir markasıdır. Əsasən də biz taksilərdə görürük Roev markasını. Həm yuxarı segment, həm aşağı segment avtomobillər, BYD belə desək, destroyerlər segmentində hazırlanan bir avtomobillərdir. Cadillac var. Cadillac və Lincoln həddindən artıq çox sevirlər. Çində kifayət qədər çox görmək olur Cadillac və Lincoln modellərini. Audi yenidən başqa bir zavod tərəfindən istehsal olunan Audi eyni ilə i5 Sportback təqdim olunur burada da. Dostlar, Şanxay Avtoşoudan sizlərə çatdıracaqlarım bu qədər idi. Əminəm ki, videonu bəyəndiniz, çünki Azərbaycana gələn, gələcək olan və yaxud da ümumiyyətlə Azərbaycan bazarında hələ də tanınmayan bütün avtomobillərin hamısını, sizə maraqlı gələ biləcək avtomobillərin hamısını bu videoda və öncəki bizim seriyada olan videoda tam detalları ilə təqdim eləməyə çalışdım. Ümid eləyirəm ki, maraqlı oldu. Əlavə hansısa suallarınız varsa, şərhlər bölməsində qeyd edin. Videonu da dostlarınızla bölüşməyi təbii ki, unutmayın. Bizə bu videoların davamının gəlməsi üçün sizin dəstəyiniz vacibdir. Dəstəyiniz isə mənəvi dəstəkdən söhbət gedir. Ona görə mütləq şəkildə videonu da like eləyin.